xatırladım ki, parlament İsveçdə artıq 8 ay bundan əvvəl qeyddən keçib. Onun sənədini də biz göstərmişik, dəfələrlə göstərmişik və Azərbaycan Xalq Parlamenti İsveç dövlət tərəfindən tanınmış legitim bir təşkilatdır. Sadəcə olaraq o bayaq adını çəkdiyim o 5 nəfər üzərlərinə götürdülər ki, onlar da güya ki, yaşadıkları ölkələrdə qeyddən keçirəcəklər. Buna nail ola bilmədilər, çünki bunun üçün vaxt lazım, proses lazım. İndi götürüb bir nəfərin gedib Avropa Şurasında bir nəfərdən deməli dediyi sözləri tərcümə edib Azərbaycan dilinə çevirmələrini və adını qoyub güya ki, ASXP-nin keçmiş sədridir. Bir dənə orada jurnalistlik eləməyəni bizə böyük bir şey tuturlar ki, görürsən bunlar iş görürlər, nə görürlər. Və Aybəniz xanım millət vəkili olsun, Avropa Şurasının qapısından heç əl çəkəcək, yoxsa yox, Avropa Parlamentinin qapısından əl çəkəcək, yoxsa yox, Fransada yerləşirlər, gedib onların qapısını döyəcək və istədiyini də onlardan sökə-sökə alacaqdır. Bir də bəziləri deyirlər ki, nə bilim mən, güya ki, kimsə, ağla baxın, düşüncəyə baxın, güya kimsə gedib bu parlamentdə Azərbaycan hökumətini tənqid elədiyinə görə Azərbaycan deputatlarını oradan qovublar. Ay hay, dünyanın işinə bax ha. Bir nəfərin orada gedib tənqid eləməyinə görə, deməyinə görə ki, Azərbaycanda vəziyyət budur, ona görə Azərbaycanın deputatlarını Avropa Şurasından qovurlar, təsəvvür eləyin. Bu qədər adamlarda deməli ağıl deyilən şey yoxdur. Qardaşlar, orada illərdir bunların qarşısına qoyduqları məsələləri yerinə yetirmədiklərinə görə Azərbaycan, ona görə qovulub Azərbaycan nümayəndə heyəti, Azərbaycan deməli millət vəkilləri Avropa Parlamentinin, Avropa Şurasından. Ona görə qovulublar ki, onların qarşısına qoyduqları şərtlər olur ki, bəs siz Azərbaycanda insan haqlarını qorumalısınız, insan haqları tapdalanmamalıdır, siyasi məhbus olmamalıdır, seçkilər insan kimi seçki keçirməlisiniz və seçki olan hər şey. Buna görə bu şərtləri əməl eləmədiklərinə görə onları iti qovan kimi qovublar oradan. Burada çıxıb avam insanları alladır buradan ki, bəs deməzsən, mənə biri yazır. Biri yazır ki, görürsünüz, filan kəs gedib orada Azərbaycan deputatlarını qovdurub oradan. Qardaşım, ayıbdır. Bir nəfər əgər onu oradan qovduracaqsa, onda nə deyim da mən? Onda da Avropa, nə Avropa idarə olunan bir ölkədir, nə Avropa ölkələr idarə olunan bir ölkədir, nə də qurdular parlament mənim təpəmə dəsə, bir nəfərin deməyinlə oradan filan kəslər çıxadıb qovacaqlarsa. Əli bəy, buyurun, mikrofon sizdədir. Təşəkkür edirəm bəy. İlk öncə sizin bu söylədiyiniz fikrə açıqlama vermək istəyirəm ki, mən də bir ictimaiyyəti izləyən, ictimai fəalların fəaliyyətinə fəxrlə, kənardan, necə deyərlər, mühacirətdə əsasən fəaliyyət göstərən insanların bir çoxlarının fəaliyyəti ilə, necə deyərlər, fəxrlə maraqlanan birisi olaraq demək istəyirəm ki, bu yanlış fikirləri açıq aydın ictimaiyyətdə formalaşdıran ünsürlər. Mən adlarını da çəkə bilərəm. Mən bunu dəfələrlə müşahidə etmişəm. Qarşıma çıxırdığı məlumatlar ki, bu Abid Qafarov, İranın Molla rejiminin buradakı nümayəndəsi belə yanlış fikirlər formalaşdırmağa çalışır. Özü barəsində ki, bu, yəni belə yüksək bir nailiyyətə nail olmuş bir insan kimi, güya ki, bu gəldi, Avropa Parlamentində çıxış etdi və ondan sonra aşpadan Azərbaycan təmsilçilərini, yəni millət vəkillərini, Azərbaycanın nümayəndəliyini qovdular. Əvvəla, bu Abid Qafarov bilməlidir ki, Avropada deyilir, Qafqazda və yaxud da ki, dünyanın 3-cü, 4-cü o Afrika ölkələrində heç bir dövlət fərdin fikirləri üzərindən dövlətlə münasibətlərini qurmur, nə də o fikirlər üzərindən öz siyasi maraqlarını dəyərləndirir. Əsasən də bunu götürsək Avropa ölkələri. Abid Qafarov, sən bu fikirləri formalaşdırmaqda əksərən çalışdığın odur ki, ətrafınıza insanları cəlb edəsiniz. Mən o insanlara kütlə kimi baxıram. Hərçəndir ki, xalqın hər bir, necə deyərlər, nümayəndəsi müstəqil fikrə malikdir. Ancaq bu müstəqil fikir deyil. Nə mənada müstəqil bir fikir deyil? Fikir formalaşdırmaq üçün insanda şuur lazımdır. Şuurun formalaşması üçün təhsil və təcrübə lazımdır. Bunların hamısını nəzərə alsaq, sənin ətrafında toplananların təfəkkürü yalnız və yalnız kütlə təfəkkürüdür. Bu aydın məsələdir. İndi keçək əsas məsələlərə.
məhz bu parlament mövzusu, AZXP, yəni Azərbaycan Xalq Parlamenti mənim üçün bir daha qeyd edirəm. Bugünkü gün, bəli, olsun ki, biz o parlamentdə edəcəyimiz gələcəkdəki müzakirələrin böyük bir təsiri olacaqdır. Mən buna çox ümid edirəm. Əsasən də ictimaiyyətin formalaşmasında milli dəyərlərin, milli düşüncənin və milli siyasətin formalaşmasında. Baxın, demokratiya deyərkən biz heç vaxt nəzərdə tutmamışıq, nə də Avropa parlamentində belə bir demokratiya yoxdur ki, İlham Əliyev bugünkü gün onu çox aşağı səviyyədə bayaqları bizim Ayaz bəy, üzr istəyirəm, məncə elə deyilmi? Bunu müzakirə elədik ki, İlham Əliyev demokratiyanı idarə edir. Azərbaycanda mövcud hakimiyyət quldur bir rejimdir və orada demokratiyadan söhbət gedə bilməz. Azərbaycanda demokratik fikri baboşlar səviyyəsinə gətirib salan məhz Əliyevlər hakimiyyətidir. Ayaz bəy. Yəni, bu demək deyil ki, biz Azərbaycana demokratiya arzulayarkən və yaxud da ki, bunun mübarizəsini apararkən hakimiyyətdə bu cür ünsürlərin də demokratik bir mövqe bildirməsini, özlərinin bir təmsil etmələrini nəzərdə tuturuq. Xeyr, xalqımız ilk öncə, mən demək istəyirəm ki, Azərbaycan xalqı demokratik həyat yaşamadığı üçün demokratiyanın nə olduğunu bilmir. Demokratiyanın xalqa inteqrasiya etməsi üçün və yaxud da ki, xalqın demokratik düşüncələrə, demokratik qanunlara inteqrasiya etməsi üçün mütləq və müvəqqəti bir zaman lazımdır. Yəni, hər bir devlətin, Avropada mövcud 27 devlətin hər birinin özünün milli düşüncəsi var, milli dəyərləri var və bu dəyərlər üzərindən demokratik fikirlər formalaşdırıblar. Mən demək istədiyim odur ki, deyək ki, Qallandiyada bugünkü gün sən gedib hansısa bir dükanda, hansısa bir məkanda narkotik qəbul edə bilərsənsə və bu normaldırsa da, bu qanuni tərəfdən icazəlidirsə də, məsəl üçün İsveçdə bu normal deyil və qanuni tərəfi də yoxdur bunun. Bu mümkün olan bir şey deyil. İndi o zaman nə deyək? Yəni, Qallandiya demokratikdir, İsveç demokratik deyilmi? Xeyr. İsveçlə bugünkü gün dünyada ən çox da Avropada söz azadlığının ən çox inkişaf etdiyi, yəni söz azadlığının ən çox mövcud olduğu parlamentdən hətta sosial həyata qədər inteqrasiya etmiş bir devlətdir. Yəni, burada hər bir fərd müstəqil öz fikrini söyləyə bilir və buna görə də cəzalandırılmır. İstədiyi kimi söyləyə bilir, istədiyi formada söyləyə bilir. Qanunlar Azərbaycanda hakimiyyət tərəfindən idarə olunmur, devlət tərəfindən idarə olunmur. Qanunlar hakimiyyətə tərəf idarə olunur. Yəni, müstəqil məhkəmə yoxdur. Müstəqil polis sistemi yoxdur. Qanunla polis vətəndaşı və mülkiyyəti qorumalı olduğu halda bütün polisə ayrılmış maliyyə, devlət diqqəti, hakimiyyətdə olan mövcud ailəni qorumaqla məşğuldur. O baxımdan da hakimiyyət bunlara istədiyi imtiyazları, istədiyi şəraiti yaradır ki, sən xalqın necə və nə cür istəyirsən istismar et. Əsas odur ki, mənim hakimiyyətimi qoru. Və bu şərtlər altında bugünkü gün, baxın, Mehman Hüseynovun təqdim etdiyi bu ifşa edici mövzu çox dərindən düşünsək, biz yəni sosial, inkişaf eləmiş, necə deyərlər, siyasi bir xalq baxımından buna qiymət verəsi olsa, bu həqiqətən də milli dəyərlərə, devlətliyə vurulmuş böyük bir zərbədir Əliyevlər ailəsi tərəfindən. Bunu düzgün anlamaq lazımdır. Əliyevlər ailəsini, bax, Mehman Hüseynov və ətrafındakı dostlarımız da axtarışındadır ki, hansı məqam məcbur etdi ki, bilə-bilə həyatından xəbəri olduğu bir xanımı gətirdi öz ailəsinə gəlin kimi, gələcəkdə Azərbaycanın birinci xanımı kimi, bugünkü gün Azərbaycan Dillər Universitetində ziyalılarımıza leksiya oxuyan bir devlətin təmsilçisi kimi təqdim etdi. Bunu məcbur edən məqam var və bu devlət təhlükəsizlik məsələsidir. Bu milli təhlükəsizlik məsələsidir. Yəni, Əliyevin gücü çatır məni döydürməyə, Teymuru vurdurmağa, Məhəmməd Mirzəlini bıçaqlatdırmağa, digərlərini məhv etməyə.
hücum etmeye gücü çatdı da bir bar kızını, üzr istəyirəm ifadəmə görə, bir əxlaqlı xanımın bunun oğluyla hansısa bir əlaqəsinin qarşısını ala bilmədi. Ala bilmədisə də bunun arxasında duran məhz Azərbaycan hakimiyyətini istifadə edən və Azərbaycanın milli dövlətliyinə zərbə vuran digər qüvvələrin olduğu sübut olunur. Yəni Əliyevin qüvvəsindən də qüvvətli qüvvələr bunu məcbur etmiş ola bilər. Dostlar, biz bu məsələlərə diqqət yetirməliyik. Baxın, Azərbaycanda bugünkü gün qazilərimiz çox acınacaqlı bir həyat yaşamağa, sosial bir həyat yaşamağa məcburdular. Sağlam insan ailəsini dolandıra bilmədiyi halda bizim qazilərimiz, yəni bu insanlar artıq vətən üçün, torpaq üçün, millət üçün, o gözəl al bayraq üçün qanını, canını fəda vermiş insanlar, sağlamlığını itirmiş insanlar xalqın əlinə baxır. Bu belə olmalı deyil. Biz hansısa bir Aleksandranı gətirib, Alyonanı gətirib milyarder eləyib, ona 20.000, 50.000 dollarlıq sumkalar alır, geyimlər alır, xalqa təmsil etdiyimizdə bu pullara öz millətimizin qeyrətini qorumuş, canını bu yolda fəda etmiş şahid ailələrimizə, qazi ailələrimizə yardım etməliyik. Biz onların təbliğatını aparmalıyıq. Gələcək nəsildə bizim evlatlarımız dərsliklərində Alyonaları deyil, məhz bu qaziləri, bu şahidləri tanımalıdırlar. Budur milli düşüncə, budur milli dəyər, budur milli istək. Mənim məqaləmdə xalqın marağını oyadan da budur. Yəni, təşəkkür edirəm bir daha Mehman bəyə və ətrafındakı bütün hər bir kəsə, bütün bu efirlərin Teymur bəyə, digərlərinə, Tural bəy, Əli bəy, hər kəs kim efir açdı, çoxları var, çoxları var. Mən heç kimə fərq qoymuram. Mübarizə mübarizədir və biz bu mübarizədəyik. Ancaq məsələ burada budur ki, kim buna diqqət edir? Bunların hamısı bu xalqın evlatlarıdır. Bu xalqın azadlığı üçün müxtəlif yollarla mübarizə aparan insanlardır. Kimin gücü necə satırsa. Mən başa düşürəm, Azərbaycandakı mübarizə aparan mövcud bu partiyalar bunu işıqlandıra bilmirlər, bunun haqqında danışa bilmirlər. Bəli, bu realdır. Ancaq mən təklif edirəm ki, bizim çıxış yolumuz, məhz belə parlamentlərin yaranması, milli müqavimətlərin yaranması, bu təşkilatların inkişafıdır ki, bu tribunalardan biz sözümüzü xalqımıza çatdıra bilirik, əziz dostlar. Baxın, reallıq budur. Azərbaycanda mövcud olan 30 illərlə fəaliyyət göstərən bir partiyanın rəhbərini ad çəkmirəm mən. Götürdülər, apardılar, həbs elədilər. Partiyanın institut kimi fəaliyyət göstərmədiyi üçün bugünkü gün fəaliyyəti dondurulub. Demək olar ki, iflic hala salınır. Başa düşürsünüzmü məsələ nədir? Məsələ ciddi bir məsələdir. Əgər bu siyasi institut kimi formalaşsaydı, bugün siz, mən və digərləri, bugünkü gün mühacirətdə lider kimi, hətta siyasi və yaxud da ki, politolog kimi, araşdırmacı, jurnalist kimi fəaliyyət göstərən insanlar müstəqil şəkildə istədikləri tribunalardan fikirlərini çatdıra bilsəydilər, mübahisələr apara bilsəydilər, bizim aramızda artıq minlərlə elə kimlərin qəbul etdiyi liderlər formalaşmışdır. Və bir nəfərin, 5 nəfərin həbsi hakimiyyətə qarşı mübarizənin qarşısını ala bilməz.